Bir neçə xanım var tarixdə. Bunlar Allahın vəlilərini müdafiə eləyiblər. Və bəziləri də Quranda qeyd olur. Adları. Asiya kim idi? Asiya Fironun xanımı. Asiya gəlir Həzrəti Musa'yı müdafiə eləyir. Həzrəti Musa'yı istəyir Firon öldürə. Allahın işidir da, bunlar təsadüf deyil ki. O il, o gün, o saat dünyaya gələn uşaqların hamısını Firon öldürtdürür. Münəccim xəbəri verir ki, ey Firon, bir uşaq doğulur, səni taxtdan, tacdan yerə gətirəcək. Həmən il, həmən gün, həmən dəqiqədə doğulan uşaqların hamısını məmurlar öldürürlər. Amma Allah Teala Həzrəti Musa'yı xilas eləyir. Musa doğulur, onu bir qaba qoyurlar, çaya buraxırlar. Həzrəti Musa'nın qundağı çayda gedir. Firon da öz xanımınla çayın sahilində o qutuyu görürlər, tuturlar. Baxır uşaq, qətl elə. Asiya müdafiə eləyir. Deyir, yox. Bəlkə bu bizə bir paydır. Və Allah bunun vasitəsilə öz vəlisini nə ayırır? Müdafiə edir. O xanımlardan biri Həzrəti Məryəmdir. Məryəm Həzrəti İsa'nı dünyaya gətirir və müdafiə eləyir. Allahın vəlisi idi Həzrəti İsa. Həzrəti İsa'yı müdafiə eləyir. O xanımlardan biri xanım Xədicədir. Həzrət Rəsulullahı müdafiə eləyir. Həzrət Rəsulullahı pulunla, nüfuzunla, mövqeyyətinlə, varınla müdafiə eləyir. Ona görə deyir, xanım Xədici Həzrət Rəsulullah çox yad eləyərdi. Bəzən o bir xanımları biraz qısqanardı. Xanım Xədicə ki, yoxdur dünyada. Ya Rəsulullah, niyə bu qədər xanım Xədicə yad eləyirsən? Dedi, Xədicə bir xanımdır ki, İslamın əvvəlindən mənlə idi. Bu yolun müdafiəçisi idi. O xanımlardan biri Həzrəti Zəhradır. Həzrəti Zəhra bilirsiniz ki, tarixdə Əmir-əl-Möminin Əli ibn Əbi Talibin müdafiəsində can verdi. Mədinədə getdi, qapıları döydü, dedi, gəlin bu kişinin beyətinə, niyə bu kişinin beyətindən üz döndərdiniz? Qapısı niyə yandı Həzrəti Zəhranın? Xanım Zəhra deyir, əimmənin müdafiəçisinin ilk şəhididir. Yəni vilayətin ilk şəhididir xanım Zəhra salamullahi aleyhə. Bu xanımlardan biri Həzrəti Zeynəb salamullahi aleyhədir. Əvvəldə də vurğuladım. Həzrəti Zeynəb salamullahi aleyhə Kərbalaya hicrət eləyir İmam Hüseynin müdafiəsi. Qəhrəmandır xanım Zeynəb. Kərbəlanın qəhrəmanıdır. Kərbəla səhnəsində şəhid olan Həzrəti Əbu Abdullah Hüseyn, onun müdafiəçisi, qəhrəmanı Həzrəti Zeynəb salamullahi aleyhə. Əqilətul Ərəb. O xanımlardan biri də Həzrəti Fatimə-i Məsumədir. Vilayətin qoruyucusu. Amma o vəlisini görə bilmədi. Qardaşından aralı düşdü, amma o qardaşını yaxından ziyarət eləyə bilmədi və yolda dünyasını dəyişdi və şəhid oldu.